Salam dostlar, hər vaxtınız xeyirli olsun. Teymur Əliyevin Nağıllar Dünyasına xoş gəldiniz. İndi də 2026-cı ilin beçəsini sizə göstərirəm. Bir həftə bundan öncə bu kötüyün içərisinə beçəni yerləşdirdik. İndi sizə göstərərəm ki, beçə bu kötüyün içərisində sıfırdan necə şan toxuyur. Ya Allah. Baxın, burada necə güləm yığıblar özləri üçün. Deməli dostlar, heç bir şey yoxdur burada. Taxta parçası və məhfillər bağlamışam ki, bu kötüyə baxış keçirmək olsun. Beçədə ana arı artıq yumurta qoymağa başlayıbdır burada. Baxın dostlar, görürsünüzmü? Sıfırdan heç bir şan vərəqi olmadan bu arılar şan hörməyə başlayırlar. Nəyə görə? Çünki məcburdurlar. Biz bura şan vərəqi verməmişik və arılar özləri lazım olanda işçi arı ölçüsündə, lazım olmayanda isə erkək arı ölçüsündə şan hörməyə başlayırlar. İndi burada bu ailə sıfırdan məskunlaşıb, ana arı, yeni ana arıdır, yumurta qoymağa yenicə başlayıb, məcburan işçi arı ölçüsündə şan toxuyurlar ki, ana arı ora yumurta qoysun, ailə inkişaf eləsin. Görürsünüzmü? Hər birini göstərirəm. Əssalam. Bu da sıfırdan arının öz toxuduğu şanları sizə göstərdim. Yəni meşədə məskunlaşmış arı ailəsi kimi. Sadəcə biz bura çərçivələr düzəltmişik ki, müəyyən vaxtlarda baxmaq lazımdır ki, bəlkə orada ana arı ölüb, yeni ana arı çıxıb, mayalanmadan qayıtmayıb, o erkəkləşmək getməsin deyə ailədə mən bu cür fikirləşmişəm ki, lazımı vaxtlarda baxış keçirmək olsun. Amma
İndi bu arı ailəsinə heç bir qayğı falan lazım değil, baxış da lazım değil. Çünkü ana arı bu ilki ana arıdır. Təbiətin ən gözəl vaxtıdır. Nektar axını boldur. Bu arı ailəsi özü üçün hər bir şey etməyə qadirdir. Vəssalam. Biz bunu bağlayacağıq. Daha bu ailəni narahat etməyəcəyik dostlar. Vəssalam. Bu da bizim nağılımızın sonu.